6000 manata notebook MSI Vector 16HX modeli. Həmçinin məhz bu notebookun prosesorunda süni zəka blokları da mövcuddur. Hazırda GameNote mağazasında satılır və bu notebooku əminliklə dünyanın ən güclülərdən saya bilərik. Sistemin əsasında 24 nüvə və 24 axına sahib olan Intel Core Ultra 9 275HX quraşdırılıb. Video kart 16 GB video yaddaşa malik Nvidia RTX 5080 175 Watt maksimal TGP dəyəri ilə. Ondan əlavə bildirək ki, operativ yaddaş burada 32 GB DDR5 5600 MHz, əsas yaddaş isə 1 TB NVMe SSD təşkil edir. Ekran ölçüləri 16 düymdür, təsvir ölçüsü QHD+-dur, matritsası IPS, yenilənmə tezliyi isə 240 Hz təşkil edir. Görüntü keyfiyyətini də indi ekranda görə bilərsiniz. Həmçinin qeyd edək ki, notebookun sol tərəfində 2 ədəd Thunderbolt çıxışı və kart readeri mövcuddur. Sağ tərəfində 2 ədəd USB və 3.5 audio çıxış, arxasında isə Ethernet, HDMI və qida kabeli çıxışı mövcuddur. Belə. Bəs siz bu notebook haqqında nə fikirləşirsiniz?